Xoş gördük yenidən sizləri. Bugün yenidən dərsimizə başlayırıq. Bugünkü dərsimiz Ramazan ayı olduğu üçün, yəni Ramazana aid olan sözlər və cümlələrdən bəzilərini istifadə etmişik. Hər birinizə uğurlar arzulayıram. Sözlərin deyiliş və tərcüməsi diqqətlə videoya baxaraq oradan əldə edə bilərsiniz. Ramazan, Ramadan holiday, Ramazan bayramı, fasting, oruç tutmaq, I am fasting, mən oruç tuturam, breaking the fast, iftar açmaq yaxud da oruc açmaq, night of prayer, Qədr gecəsi, date, xurma. Bu sözləri özünüz üçün yadınızda saxlasanız daha yaxşı olar. Videoya baxdığınız üçün təşəkkürlər. Bəyənib, paylaşmağı da unutmayasınız. Hər birinizə uğurlar arzulayıram.